Salam, xoş gördük əziz televiziya izləyiciləri. 2025-ci il artıq başa çatmaq üzrədir. Bu il Azərbaycan xalqı üçün bir çox hadisələrlə yadda qaldı. Ümumilikdə götürsək, Azərbaycan xalqı bu ili xətasız bəlasız başa vurdu. Qarşıdan 2026-cı il gəlir. 2026-cı il at ilə elan olunub. Dədə babalarımızdan atın Murad olduğunu deyirlər. Nəzərə alsaq ki, at Muraddır və onun gəldiyi ildə hər kəsə muradına çatmaq üçün çalışar və muradına çatar. Mən Cinayət və Həqiqət televiziyasının rəhbəri olaraq bütün Azərbaycanda yaşayan Azərbaycan xalqının, eyni zamanda dünyada yaşayan Azərbaycanlıları bugünkü Həmrəylik günü münasibəti ilə, eyni zamanda qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm. Hər kəsə can sağlığı, gözəl həyat, xoşbəxtlik və firavanlıq arzu edirəm. Arzu edirəm ki, 2026-cı ildə Azərbaycan üçün çox yaxşı olsun, xətasız bəlasız ötüşsün və Azərbaycan bir sıra uğurlarına imza atsın. Cinayət və Həqiqət TV, Elxan Daşdiyev.